burada Trump'ı falan boş verin. Eğer İran monolit olsa, halk rejimi müdafiə etsə, milli siyasi həmrəylik olsa, başına bomba yağsa da hakimiyyəti müdafiə edəcək. İranda hal-hazırda hansı proses gedir deyim. İran xalqı narazıdır. Hamısı narazıdır. Azərbaycanlılar da narazıdır. Amma bu baş verən hadisə Azərbaycan hadisəsi deyildi. Bir dənə şüar belə Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun. Azərbaycan bir olsun, paytaxtı Bakı olsun. Canım qurb sana fəda Azərbaycan deyə bir dənə şüar da səslənmədi. Turaktır futbol klubunun göstərilərində, oyununda səsləndirilən Azərbaycan dilli şüarlar yox idi. Azərbaycan qoşulmadı. Çox fragmental qoşuldu. Səbəb də Şahın oğlunu Amerika tərəfdən irəli sürmək idi. Səbəb bu idi. Azərbaycanlılar hal-hazırda pezeşkiyan səbəbindən böyük tərəddüd içindədirlər. Çox böyük sıxıntıları var, əziyyətlər. Çoxları narazıdırlar. Hakimiyyətdən də narazıdırlar. Amma o tərəfdən Bəluşların, Kürdlərin, Farsların ard-arda ayağa qalxması və Şahın oğlunun Rıza Pəhləvinin fotoları, şüarları ilə ortaya çıxmaları Azərbaycanlıları qıcıqlandırır. Tərs təpdi. Amerikanın ən böyük yanlışı buydu. Rıza Pəhləvini sən alternativ göstərəcəksənsə Azərbaycanı itirəcəksən. Azərbaycan qoşulmayacaqsa heç nə olan deyil. Bax bu cür qətliyam olacaq. Bir gün ya 2 gün sonra deməli Pezeşkiyanın çağırışı ilə nümayişlər oldu. Və hakimiyyətin mitinqi. Hakimiyyətin mitinqi. Əksəriyyəti Azərbaycanlı idi. Çünki Pezeşkiyan çağırmışdı. Təbrizdə də oldu. İndi İran televiziyaları onu qürurla verirlər. Minlərlə vətəndaşını öldürüb, qətlə yetirib, sonra deyir ki, xalq bizim yanımızdadır. Ölənlər kimi idi, öldürülənlər kimi idi. Təbii ki, Fars, Kürt, Bəluç, onların da haqqıdır etiraz eləmək. Üsyan, amma onların mitinginin önünə Rıza Pəhləvinin fotosu çıxacaqsa, eyni zamanda eyni proses İngiltərədə, Amerikada, başqa Almaniyada, Türkiyədə, başqa ölkələrdə baş verəcəksə, sanki şahın qaytarılması, rejimin qaytarılması prosesidir bu. Bu, İrana imkan verəcək ki, Azərbaycanlıları da arxasına alıb o üsyanı boğsun. Azərbaycanlıların həssas nöqtəsi Pəhləvi rejimidir. Birinci ona görə ki, Azərbaycan sülaləsini, Qacarları devirib xain bir planla gəliblər. İkinci ona görə ki, Pəhləvilər Azərbaycanlara zülm ediblər. Qətliyam törədiblər, genosid törədiblər. 37-ci ildə bizdə olanlar var ya, Azərbaycan əhalisinə qarşı. O Pəhləvi dövründə onu Azərbaycanlılara tətbiq ediblər. Şahın rejimindən narazılığın əsas kökündə o durur. Şüarlara baxın, Azərbaycanlılar, Farslar üsyana çıxdı, diktatora ölüm dedi. Azərbaycanlılar deməli, meydana çıxdılar qrup halında. Azərbaycan şərəfdir, Pəhləvi bir şərəfdir şüarı ilə. Bu, Trump'ın yanlış seçiminin və Amerikanın, Amerika kəşfiyyatının yanlış seçiminin, o cümlədən İsrailin yanlış seçiminin nəticəsidir. İran əgər Pəhləvi variantı ilə demək, üsyana hazırlanacaq və üsyan həyata keçiriləcəksə, Azərbaycan orada olmayacaq. Bəlkə də senarilərin ən yaxşısı budur. Azərbaycan bizim, məsələn, mənim idealım budur ki, Güney Azərbaycan dövləti yaransın, ikinci Azərbaycan dövləti yaransın. Bizim nə işimiz var? İranın böyük ərazilərinin böyük çoxluğu da bizdədir, bizimdir, əhalinin çoxluğu da bizdədir və bizdə nə zamansa birləşməliyik. İndi bəzi dostlar, hətta mənim tanıdığım rəyinə, fikrinə hörmət elədiyim ekspertlər, millət vəkilləri və s. onlar da deyirlər ki, bizim Azərbaycanı birləşdirmək İran Türk Cumhuriyyətidir, Türk olaraq da qalsın. Bu da böyük təhdiddir. Bu paniranizmdir. Klassik paniranizm. Paniranizm İranın bütövlüyünün qorunması ideologiyasıdır. Bir zamanlar Pəhləvi ilə olar, bir zamanlar Qacarlarla ola bilərdi. İndi bir zaman panfarsizmlə bərabər idi. Sonra İslamla çuğlaşdı. İndiki İslami rejim də paniranist bir rejimdir. İranın bütövlüyü
və Azərbaycan da onun içində olsun, Dərbənd də onun içində olsun, klassik o Qacarlar dövründəki torpaqlar hamısı bir yerdə olsun. Bu paniranizmdir. Bu bizim dövlətçiliyimizə təhdiddir. İstər Pəhləvi xətti ilə olsun, ideologiyası ilə, istər İslamla, istər başqa ideologiya. İndi də türkçülüyü, Azərbaycan türkçülüyünü əllə bayraq eləyərək İranın bütövlüyünü qorumaq istəyirlər. Bir şeyi bilmək lazım. Qarşıdakı 5-10 ildə İran bölünməsə, biz çox əziyyət çəkəcəyik. Yaxud orada şəkil dəyişdirməsə, dövlət quruluşu dəyişdirilməsə, biz çox əziyyət çəkəcəyik. İndi də məsələn, bizim dostumuz, sevdiyimiz Məsud Pezeşkiyan klassik pan-İranistdir. Klassik. İranın bütövlüyünü, birliyini qoruyan, müdafiə edən biridir. Onun içərisində Azərbaycançıdır. Və bizim buradakı dostlarımız da bəziləri pan-İranizmi cəmiyyətə ineksiya eləyirlər ki, orada da Türklər hakimiyyətdədir. Gəlsinlər Türklər hakimiyyəti götürsünlər. Biz də onlarla, yox biz onda dost olamayıq. Əvvəla Azərbaycanın aksiyası düşəcəkdir. Azərbaycanın balaca Azərbaycan, yəni Şimal Azərbaycanın əhəmiyyəti qalmayacaq. İran bir böyük dövlət olub, dünyaya açılsa, Amerika ilə, İsrail ilə münasibətləri qurandan sonra Azərbaycana da iddia eləyəcəkdir. Kim gəlsə iddia eləyəcək. Məsələn, Pezeşkiyan iddia eləyir indidən. Onun bizdə söylədiyi şeylər var. Kim qırıldı, kim qaldı filan. O Azərbaycanın oradan bölüb birləşdirmə mesajı deyil, bizi oraya birləşdirmə mesajıdır. Mən onu çox sevirəm, çox qəbul edirəm. Kişi adamdır, erkək adamdır. Bu mitinqlərdə də gördüyünüz önə çıxdı. İyun bombardımanında bütün mollalar gizləndi, o gizlənmədi. Amma İrancıdır da, yəni bu adamın yapısı budur.